Xeyir olsun dəyərli müəllimlər. Bugün bildiyiniz kimi artırın təşkil elədiyi sınaq imtahanı var. Hansı ki, sertifikasiya imtahanında iştirak edəcək müəllimlər üçün. Və o sınaq suallarını işləyirik. Müəllimlər ekrandan çəkib göndəriblər. Mən də izahını verəcəm bugün sizin üçün. Baxaq ilk suala. Deyir ki, şagirdlər bir tarixi dövrə aid yazılı mənbələri araşdırır. Həmin dövrə uyğun olan dil normalarını təhlil edirlər. Baxın, tarixi dövr və dil normaları. Tarixi dövr nəyi gördük? Tarix fənni. Dil normalarını dedikdə nəyi görmüş olduq? Biz Azərbaycan dilini görmüş olduq. Və ona görə də burada olacaqdır yalnız fənlər arası inteqrasiya Y bəndi. Növbəti ikinci suala baxırıq. 52-ci suala daha doğrusu. Bir də sualı çevirək. 52-ci sual. Aha. 52-ci sualda qeyd olunur ki, müəllim şagirdlərə tapşırır ki, Azərbaycanın müxtəlif tarixi dövrlərində tətbiq olunan idarəetmə formalarını müqayisə etsinlər və hər dövrün qanunvericilik prinsiplərini mənbələrə görə əsaslandırsınlar. Baxın, bura qədər müqayisə etsinini görüb, o saat anlamaq götürmürük. Biz digər əsas hissəni də oxuyuruq. Deyir ki, mənbələrə görə əsaslandırsınlar. Mənbəyə, fakta uyğun olaraq əsaslandırmaq təbii ki, idrak taksonomiyasının təhlil etmək mərhələsinə uyğun olur. Növbəti 53-cü suala baxırıq. Şagirdlər Azərbaycanın tarixi şəxsiyyətlərindən birini seçir. Onun fəaliyyətinə uyğun motivasiya edici sloqan hazırlayır və bu fikri plakat üzərində rəng, simvol və kompozisiya vasitəsilə ifadə edirlər. Yəni, görürsünüz, yeni bir sloqan hazırlayır, bir plakat üzərində rəng, simvol, kompozisiya vasitələri ilə ifadə edirlərsə, burada nəsə bir məhsul yaradıblar. Məhsul ortaya qoyurlar, burada yaradıcılıq var və təbii ki, idrak taksonomiyasının yaratmaq mərhələsinə uyğun olur. Növbəti 54-cü suala baxırıq. Müəllim, summativ qiymətləndirmə üçün əvvəlki illərdə istifadə olunmuş test nümunəsini götürür. Lakin həmin testi hazırki tədris proqramında nəzərdə tutulan təlim nəticələri ilə uyğun gəlmir. Baxın, bu sualın izahına başlamamışdan əvvəl onu qeyd edim ki, siz bizim YouTube kanalımıza abunə olaraq gündəlik paylaşılan sual izahlarından, sınaq izahlarından, həmçinin sertifikasiya imtahanında istifadə olunmuş sualların hər birini izahlarını görə bilərsiniz. Bunun üçün YouTube kanalımıza abunə ola bilərsiniz. Və bu sual nümunəsinə baxanda bilirik ki, biz qiymətləndirmə mövzusunu keçirəndə əsas qiymətləndirmənin iki prinsipinə diqqət edirik. Uyğunluq və etibarlılıq. Və biz buna validlik də deyirik. İndi müəllim də deyir, summativ qiymətləndirmə üçün əvvəlki illərdə istifadə olunmuş test nümunəsini götürür. Lakin həmin test hazırki tədris proqramında nəzərdə tutulan təlim nəticələri ilə uyğun gəlmirsə, müəllim burada nəyi pozub? Bax, yazılıb humanistlik getdi, obyektivlik olmur, şəffaflıq olmur. Müəllim validliyi pozubdur. Testin ölçülməsi nəzərdə tutulan təlim nəticələrini yoxlamır. Çünki biz nəzərdə tutulanı ölçməliyik, keçdiyimizi ölçməliyik. Ona görə doğru cavab D bəndir. Növbəti 55-ci suala baxırıq. Verilərdən biri effektiv müəllim-valideyn münasibətlərinə aid deyil. Müəllim-valideyn münasibətinə aid deyil. Müəllim məktəbdə və sinifdə valideynlərin iştirakını təşviq edən pozitiv atmosfer yaradır. Bəli, həqiqətən də valideynlərin iştirakını təşviq etməlidir, pozitiv ortam yaratmalıdır, dəstəkləyici mühit yaratmalıdır, doğrudur. Müəllim valideynlərin müntəzəm olaraq sinif fəaliyyətləri, tapşırıqlar və gözləntilər barədə məlumatlandırmalıdır. Bəli, bu da doğrudur ki, yəni valideyn bilsin ki, bunun uşağından nələr gözlənilir. Müəllim valideynləri övladlarının təhsili ilə bağlı fikirlərini və narahatlıqlarını bölüşməyə təşviq etməlidir. Bəli, valideyn övladı ilə bağlı narahatlığını dilə gətirib müəllimlə bölüşə bilər. Bu da doğru fikirdir. Müəllim valideynə bildirir ki, onun övladının təlim-tərbiyəsi ilə bağlı narahatlığını həll etməyə hazırdır. Bəli, əgər hər hansı bir problem varsa, biz onu birgə şəkildə, yəni təlim-tərbiyəsi ilə bağlı hər hansı bir narahatlığı varsa, müzakirə eləyə bilərik, əməkdaşlıq eləyə bilərik, birlikdə bunu aradan qaldıra bilərik. Mən məktəbdə, sən evdə, yəni əl-ələ verib bunu aradan qaldırmaq mümkündür də. Bu doğru bir fəaliyyətdir, bu da yanlış deyir.
Deyir, müəllim istifadə olunan tədris materiallarının məzmununu anlamağa kömək etmək üçün valideynlərin metodik resursla təmin etməlidir. Müəllim uşağın evə tapşırıq verəndə valideynə resurs, mənbə göstərmiş ki, buradan istifadə elə uşağını öyrət. Yəni, belə bir şey yoxdur ki, valideynə metodik resursla təmin etmək, təbii ki, bu yoxdur. Doğru cavab Y bəndi. Növbəti 56-cı suala baxırıq. Sualların səviyyəsi çox da çətin deyil, normal sualdır. Biz özümüz dərsdə bundan dəfələrlə çətin sınaqlar işləmişik, işləyirik də və yəqin ki, bizim müdavimlər, müəllimlərimiz bu sınaqdan yüksək kurikulum nəticəsi ilə çıxıblar. Bu sınağı mənə göndərən müəllim, səhv eləmirəmsə, 8 və 9 kurikulumdan düz yazıb. Çünki suallar normaldır. Hələ ki, problemli sual yoxdur. Sual da normaldır. Yenə deyirəm, işlədiyimiz sınaqlar bundan qat-qat çətindir. Növbəti suala baxırıq. Valideynlə məktəb münasibətlərini inkişaf etdirmək üçün hansı yanaşma yanlışdır? Baxaq görək, hansı yanlışdır? Valideyn məktəb münasibətini inkişaf etdirmək istəyirik. Baxaq. Müntəzəm olaraq valideyn görüşləri və tədbirləri təşkil etmək, valideyni sinifə dəvət etmək, bunlar olar. Getdi, düzdür. Valideynləri məktəb mühitində iştiraka təşviq etmək və onların məktəb həyatında fəal rol oynamaqlarını təmin etmək. Biz effektiv məktəb valideyn, müəllim-valideyn münasibətində deyirik ki, müəllim israrlı olmalıdır. Müəllim valideyni sinif işlərinə cəlb etməlidir, məktəblə maraqlanmağa, övladı ilə maraqlanmağa təşviq etməlidir, israrlı olmalıdır. Məktəb deyir, həyatında fəal rol oynamaqlarını təmin etmək üçün müəllim bunları təşviq etməlidir. Həqiqətən də doğru fikirdir. Müntəzəm rəy və informasiya paylaşmaq, bəli, hər birinin uşağına bağlı, yəni sənin uşağın bugün belə elədi. Özdəki valideynlə danışanda birinci onun müsbət fəaliyyətini, uşağın birinci müsbət. Biz valideyni ancaq uşaq nəsə yaramazlıq eləyəndə zəng eləməli deyilik. Biz uşağın xoş bir rəftarı, uğuru, müsbət bir irəliləyişi varsa, onda da valideynə məlumat verə bilərik. Adətən biz eləyik ki, elə uşağın negativ şey görəndə o saat valideynə zəng eləyirik. Yaxşı şeydə də valideynə zəng eləmək lazımdır. Bu da doğrudur. Valideynlərə maarifləndirici resurs və dəstək təqdim etmək, bəli, maarifləndirici olar. Getdi. Sonra Y-yə baxırıq. Münasibətləri yalnız akademik nəticələrə əsaslanaraq dəyərləndirmək. Baxın, müəllimlər, bu yanlışdır. Niyə yanlışdır? Ona görə ki, deyir, münasibəti yalnız akademik nəticəyə əsaslı. Kimin uşağı yaxşıdır, bununla yaxşı münasibət qurum. Kimin uşağının akademik göstərici yaxşıdır, idrak qabiliyyəti yaxşıdır, yaxşı oxuyur. Mən bunun valideyninlə yaxşı münasibət qurum. Kimin uşağı zəif oxuyur, mən ondan münasibət qurmayım və yaxud ondan kobud davranım. Olmaz axı, biz akademik nəticəyə əsaslanmırıq valideynlə münasibət quranda. Ona görə yanlış cavab Y bəndi. Növbəti 57-ci suala keçək. 57-ci sualda nə deyir? Deyir ki, müşahidə olunur ki, yuxarı sinif şagirdlərindən biri öz sinif yoldaşını bullyingə məruz qoyur. Belə ki, tez-tez oyun onun əşyalarını gizlədir. Yoldaşları arasında xətrinə dəyən sözlər deyir. Həmin uşağın xətrinə dəyəcək sözlər deyir. Problemin həlli üçün sinif rəhbərinin atacağı hansı addım effektiv olacaq? Həmin sinifdə dərs deyən müəllim, valideyn və şagirdlərlə görüşmək və bu prosesin nə üçün baş verdiyini maraqlanmaq. Bu ola bilər. Yəni, yox, deyir ki, həmin sinifdə dərs deyən müəllim, valideyn, şagirdlərlə görüşmək və bu prosesin nə üçün baş verdiyini maraqlanmaq. Burada hər kəsin içərisində maraqlanmaq olmaz. Çünki biz valideynləri sinifə cəlb edirik ki, sənin uşağın niyə belə eləyib deyib, filan kəsə belə deyib, o birisinə belə deyib. Yəni, bunu bu cür etmək, bu doğru olmaz. Yəni, görüşmək olar. Həmin sinifdə dərs deyən müəllim, valideyn, şagirdlərlə görüşmək olar. Amma bunu birgə müzakirə etmək, bu doğru olmaz. Ona görə A bəndi getdi. Bullying edən şagirdi çağırıb danlamaq, yəni ümumiyyətlə bullying törədən şagirdi, bullyingi törədən insana bully deyirlər də. Həmin bullini danlamaq, şiddətə məruz qoymaq, həmin davranışı ona sərgiləmək olmaz. Ola bilər ki, biz o bullini daha da şiddətləndiririk. O daha da agressivləşəcək, daha pis işlər görəcək və biz onun agressiyasının qarşısını almalıyıq. Ona görə də biz həmin şagirdə empatiya nümayiş etdirməliyik. Özümüzü onun yerinə qoymalıyıq. Kimsə kimisə bullingə məruz qoyursa, bunun
deməli bir psixoloji problemi var. Və biz də əksinə ondan kobud davransaq, onu təhqir eləsək, döysək, nə bilim, başqa-başqa üsullara əl atsaq, bu lap aqressivləşəcək və daha kəskin hərəkətlər eləyəcək. Ona görə etmək olmaz. Sinifdə dərs deyən müəllimləri və məktəb psixoloqunu məsələnin həllinə cəlb etmək və sinifdə mənəvi dəyərlərin inkişafı üçün addımlar atmaq. Bəli, bunları cəlb etmək olar. Amma valideyni cəlb etmək. Görürsünüz, deyir ki, sinifdə dərs deyən müəllim, valideyn və şagirdlərlə görüşmək. Valideynləri çağırıb demək ki, belədir, belədir, bu doğru olmaz. Amma müəllim, məktəb psixoloqu məsələnin həllinə cəlb edirsən, sinifdə də mənəvi dəyər formalaşdırırsan, empatiya formalaşdırırsan, buzqıran strategiyasından istifadə edirsən, yəni bunu aradan qaldırmaq üçün. Doğru cavab, hansı cavab düşür? C bəndidir. Məktəbin valideynləri, müəllimləri və psixoloqu ilə görüşmək, ümumilikdə məktəbin psixoloji, emosional mühitini yaxşılaşdırmaq baxımından addımlar atmaq, bu da doğru fəaliyyət olmur. Bullyingə məruz qalan şagirdlə görüşüb onun güclü olmağını tapşırmaq, xeyr, yəni biz ona o qədər denək ki, güclüsən, sən güclü olmalısan, sən dözməlisən, sən kimsə təhqir edir, elə sən güclü olursan, döz. Bu da düzgün fəaliyyət deyil. Düzgün cavab, ən uyğun cavab C bəndidir. Növbəti 58-ci suala baxaq. Dərs zamanı bir neçə şagird tez-tez zarafat edir, bir-biri ilə danışır və sinifin diqqətini yayındırır. Müəllimin xəbərdarlığından sonra qısa müddət sakitləşdirlər də davranışı yenidən təkrarlayırlar. Digər şagirdlərin bir qismi bu davranışlara qoşulur, bir qismi isə dərsə fokuslana bilmir. Bu vəziyyətdə müəllimin ən məqsədə uyğun davranışı hansıdır? Bu cür situasiyalardan çalışın, situasiyaları özünüzünküləşdirin. Sadələşdirin ki, dərs keçirsən, dərs keçdiyin zaman bir neçə uşaq səs eləyir, sən xəbərdarlıq eləyirsən, bir neçə dəqiqə sakitləşirlər, yenidən başlayırlar bu hərəkət eləməyə. Bu da zamanda elə yerdəki uşaqların da bir neçəsi də bunlara qoşulur. Oxumaq istəyəndə dərsə fokuslana bilmir. Siz bu vəziyyətdə olsanız, siz nə edərsiniz? Həmin şagirdləri dərhal sinifdən çıxarmaq. Xeyr, dərhal sinifdən çıxarmaq, dərhal danlamaq, təhqir etmək, hədə qorxu gəlmək olmaz. Və məsələni məktəb rəhbərliyinə bildirmək. Mən həmişə dərsdə müəllimlərimə deyirəm ki, necə ki, aləmizdə problem yaradanda istəmirik onu kimsə bilsin. Bizim sinifimizdə problem yarananda da biz səbirlə onu özümüz həll eləməyə çalışmalıyıq. Birinci özümüz cəhd etməliyik. Yox, görürük ki, bu problem böyükdür, bizi aşır, biz həll eləyə bilmirik. Onda məktəb rəhbərliyinə müraciət eləyə bilərik. Yoxsa elə hər xırda şeydən ötərsən heç cəhd eləmə, get məktəb rəhbərliyinədir. Bu doğru fəaliyyət deyil. A bəndi getdi. Sinif qaydalarını xatırlatmaq, şagirdin şəxsiyyəti yox, konkret hərəkətinə yönələrək əks əlaqə vermək, bəli, qaydaları xatırlatmaq, bilirik ki, biz dərsin əvvəlində gözlənti prosedur qaydalar müəyyən edirik və şagirdin də şəxsiyyətinə yox, etdiyi davranışa biz əks əlaqə, rəy verə bilərik, doğru cavab B bəndidir. Əsas diqqəti həmin şagirdlərə yönəldib, dərsi daha əyləncəli aparmaq, intizam problemini motivasiya çatışmazlığı kimi həll etməyə çalışmaq, xeyr, yəni şagirdləri dərsi onlara uyğun yönəltmək, dərsi əyləncəli keçmək olar. Amma da diqqəti ancaq bu səs eləyənlərə yönəldim, olmaz axı. Bəs digər şagirdlər necə olsun? Getdi. Sonra davranışı yeniyetməlik dövrünün təbii xüsusiyyəti kimi qəbul edib, yalnız vəziyyəti daha da ağırlaşarsa müdaxilə etmək, xeyr, bu uşaq dərsi pozursa, buna anındaca müdaxilə etmək lazımdır. Növbəti 59-cu suala baxırıq. Bir şagird qrup işində lider rolunu oynayır. Lakin digər qrup üzvləri ilə münasibətləri pisdir və bu qrup işinin gedişinə mənfi təsir göstərir. Qrup lideri digər uşaqlarla münasibətdə deyil, münasibəti pisdir. Bu da təbii ki, mənfi təsir göstərəcək. Deyir, müəllim problemi necə həll etsə, daha effektiv olar. Baxaq görək müəllim bu problemi necə həll etsin. Şagirdin liderlik rolunu dəyişdirmək və sonra ona digər qrup üzvü ilə müzakirəyə cəlb etmək. Xeyr, bu uşağa lider rolu vermişiksə, sənin münasibətin pissə, onda sən lider olma, yəni bu cür demək olmaz. Bir getdi. Qrup üzvlərinə mübahisələri həll etməyin yollarını birbaşa göstərmək, müəllim ümumiyyətlə heç nəyi birbaşa verməli deyil. Müəllim istiqamət verməlidir. Birbaşa nəyisə şagirdə təqdim etməli deyil, getdi. Şagirdə liderliklə bağlı yönəldici suallar vermək, görürsünüz, yönəldici suallar, birbaşa nəyisə hazır vermir. Yönəldici suallar verməklə problemin həllinə nail olmaq düppədüz fikirdir. Qrup liderinin fəaliyyətini müşahidə edərək diqqətdə saxlamaq və əlavə dəstəyi, görürsünüz, hazır nəyisə yox, əlavə dəstəyi təmin etmək. Fasilitatorluq, skafoldiklik, bu da doğrudur. Doğru cavab 3, 4, B bəndir.
Və növbəti sonuncu 60-cı suala baxırıq. Cədvəl sualıdır. Cədvələ əsasən uyğunluğu deyir, müəyyən edin. Doğrudan doğru, yanlışdan yanlış götürəcəyik. Şagirdin fasilitasiya etmək, ona kömək etməkdə tapşırıqların icrasını təmin etmək deməkdir. Xeyr, fasilitasiya etmək şagirdə kömək etmək deyil. Fasilitator prosesi idarə edən deməkdir. Yol göstərmək, istiqamət göstərməkdir. Ona görə bir yanlışdır. Şagirddə məntiqi təfəkkürü formalaşdırmaq üçün onlara məntiq xətalarını izah etmək lazımdır. Məntiq xətaları yox, düşünmə formalarını, səbəb-nəticə əlaqələrini, ümumiləşdirməni, ona görə bu da. Yəni, məntiq xətalarını izah etmək, məntiqi təfəkkür formalaşdırmır. Bu da getdi. Şagirdin maraq və istəklərini summativ qiymətləndirmədə nəzərə almaq effektiv müəllim-şagird münasibətinin qurulmasına şərait yaradır. Xeyr, summativ qiymətləndirmə, yekun qiymətləndirmə nailiyyətin ölçülməsidir. Burada kim neçə bal alıb, onu biz yazırıq, rəsmi şəkildə qeyd olunan bir qiymətləndirmədir. Yəni, maraq və istəklərini summativ qiymətləndirmədə nəzərə almaq. Bu, formativdə ola bilər, bu, biz diaqnostik keçiririk ki, şagirdin maraq və istəyindən xəbərdar olaq, potensialını bilək, şagirdi yaxşı tanıyaq. Bunun summativə aid deyil, yanlışdır. Şagirdin müşahidə yolu ilə əldə etdiyi informasiyanı necə emal etməsi, onda emosional təfəkkürün nə dərəcədə inkişaf etdiyini müəyyənləşdirməyə imkan verir. Xeyr, müşahidə yolu ilə əldə edilən informasiyanı emal etməsi emosional təfəkkürlə əlaqəsi yoxdur. Bu da yanlışdır. Yanlışdan da yanlış götürürük. 3, 4, deməli, sualın doğru cavabı olur B bəndi 10-cu sualda. 3, 4, bəli, B bəndindədir. Belə, sınağın izahı bu qədər müəllimlər. İnşallah ki, hər biriniz yaxşı yazarsınız. İnşallah ki, imtahanda da yüksək nəticə göstərərsiniz. Hər birinizə uğurlar, hər birinizə zehn açıqlığı arzulayıram.